Heç vaxt o bülbülə ummuyum. Çünki hər dəfə bir gülün, bir çiçəyin üzərinə qonar. Mən də heç vaxt bel bağlamamışam akşinə. Çünki bugün bu efirdə olar, sabah başqa efirdə, amma sən sadiqsən, başqa efirlərə çıxmadım. 5-də 5 olan vaxtdan ta indənə qədər həmişə bizim efirlərdə toy tədbirlər o, heç ona getməlidir. Ara sıra müəyyən verişlər olur ki... Başqa efirlərə akşini çağırmayın, gəlməyəcək. Axşamınız xeyir olsun, dəyərli dostlarımız. Bundan o yana efir var ki, bundan gözəl efir var ki, 19:00 olan kimi hamı çayını süzür, hamı yeməyini qoyur təbii ki stol üstünə və nahar edə-edə, çay içə-içə bizə baxırlar. Çünki baxımlı 5-də 5-dir, çünki əyləncə dolu bir 5-də 5-dir və çünki sizi təbii ki sevindirən, əyləndirən bir 5-də 5-dir. Xoş gəlmişsiniz uşaqlar, sizlər də. Qonaqlarımız xoş gəlmişsiniz. Zahar müəllim. Onu yavaş vur da, beynimə düşür. Uzun müddət özü zərb alətlərində ifa eləyib, ona görə bilir ritmi. Mən? Hiss eləyirsən də. 22 il radyo təcrübəm var, ona görə qulağım həssasdır, qulaqçıqda işləmişəm. Bu hayküyü. Bir də bunların səsini azalt, çox beynimə işləyir. Evə gedəndə mən narahat oluram. Bu deyil də, orada dayandırdılar. Çıxardı ümumiyyətlə, lazım deyil. Anonsa keçirik dostlar. Çox kötü. Verilişlərin şahı 5-də 5-də gözəl nəğmələr eşidəcəksiniz. 19:00 olan kimi hamını ekran qarşısına yığır və 5-də 5-in belə bir qüvvəsi var. İlkin Əhmədov, Arzu Qarabağlı, Eldəniz Məmmədov və Səma Abdullayeva sizlər üçün seçmə mahnılarını oxuyacaqlar. Mən ona aşık, mən ona xəstə. 5-də 5. Qarşıdan bayram gəlir. İki bayramı qeyd edəcəyik. Həm həmrəylik gününü, həm də yeni ilin gəlişini artıq şam ağacımızda qurulub. Bizdə uşaqlar dekabrın 1-dən qurdurdu, balacalar. Akşin, sənin də həvəsin var mı belə şam ağacına? Var, bəli, əlbəttə. Ha? Gözəldir. Gəl ansamblını götür burada bir dövrə ilə. Şaxta baba, şaxtacan. Gəlin uşaqlar, gəlin. Ha, deyilsən. Onda sən də Şaxta baba paltarı giy də. Şaxta babanı hardan alır? Yaxşı, mən Şaxta baba, Şaxta baba böyük olur. Qar qızı kim olacaq? Qara oğlan. O da var. Xoş gəlib, səfa gətirib. Əməkdar artist, dostumuz İlkin Əhmədov gəlir. Gözəl bir nəğməsi ilə verilişimizə giriş edir. İyi ki varsın canım, iyi ki tanıdım seni. Dünyalara değişmem, saçının bir telini. İyi ki varsın canım, iyi ki tanıdım seni. Dünyalara değişmem, saçının bir telini. Dünyalara değişmem, saçının bir telini. Seninle yeniden doğmuş gibiyim.
İçmeden aşkınla sarhoş gibiyim. İnan mutluluktan uçar gibiyim. İyi ki varsın canım, canım. İyi ki tanıdım seni. Seninle yeniden doğmuş gibiyim. İçmeden aşkınla sarhoş gibiyim. İnan mutluluktan uçar gibiyim. İyi ki varsın canım, canım. İyi ki tanıdım seni. İyi ki doğdun canım. İyi ki bulmuşum seni. Seve seve veririm uğruna her şeyimi. İyi ki doğdun canım. İyi ki bulmuşum seni. Seve seve veririm uğruna her şeyimi. Seve seve veririm uğruna her şeyimi. Seninle yeniden doğmuş gibiyim. İçmeden aşkınla sarhoş gibiyim. İnan mutluluktan uçar gibiyim. İyi ki varsın canım, canım. İyi ki tanıdım seni. Seninle yeniden doğmuş gibiyim. İçmeden aşkınla sarhoş gibiyim. İnan mutluluktan uçar gibiyim. İyi ki varsın canım, canım. İyi ki tanıdım seni. Seninle yeniden doğmuş gibiyim. İlkin çok sağ ol. Teşekkür İlk ederim. mahnısı gözləmirdim senden ama okudum bunu Ha, da. arada olur, bile de olur arada. Bu sepkide de oxuyursan. Kimin repertuarı? Öncelikle salamlayıram bütün tamaşaçılarımızı ve sizləri təbii ki. Bu Selami Şahin repertuarındandır və Selami Şahinin həm öz bəstəsi, həm öz ifası təbii ki, ifasında mən eşitmişəm bu mahnını. Və ümumiyyətlə Selami Şahin repertuarını mən həmişə izləyirəm, sevənəm. Biraz da onu oxuyursan. Selami Şahin özünə. Ha, Nə bilim tabii orasını bilmirəm. saç düzümündə belə. Türk mahnısı oxumuşdun mu ümumiyyətlə efirlərdə? Ha, oxumuşam. Mən eşitməmişdim heç vaxt. Gərək oxuyayım. Sən daha nələr qalıb oxumamış. Hər şeyi oxudun qaldı. Bir dənə caz qaldı. Onu da oxuya bilirəm. Doğrudan? Bəli, o caz da oxuya bilirəm, ingilis dilində də oxuya bilirəm, İtalyan dilində də oxuya bilirəm. İngiliscə oxu görüm xırda bir dənə. Yox, yəni ki, çalışsam oxuya bilərəm. Belə, yəni baxıram. İtalyan. Denəmişəm. Bir də denə də. Yəni bunu indi elə bir Ha, bağlantı xırda. götürəcəm İtalyan repertuarından. O salamio. Yəni bu belə də belə O səs varsa səs varsa hara fırlada bilərsən. Hər bir səs zili də olar, bəndi də olar. Sadəcə işləmək lazımdır biraz. Qoy görək o nə oxuyacaq gəlsin. Dostumuz gəlir, Eldəniz Məmmədov gəlir. Dostlar, o da 5'te 5'te bugün qonaqdır. Bunları biraz sonra canlı oxutduracağım, fonograma yox. Gəl Eldəniz.
sensiz gezeydim, elimden tutaydım koca tenhalık. Kırılmaz yorulmaz sadakat ile, senden de menden de uca tenhalık. Gerek o dağları sensiz gezeydim, gerek o günleri sensiz üzeydim. Gerek o günleri tenhalığımın gümüş saçlarına sensiz düzeydim. Gerek o dağları sensiz gezeydim, gerek o günleri sensiz üzeydim. Senin aktaraydım her adım başı, hayalın olaydı gönül yoldaşım. Gerek o dağları sensiz gezeydim, gerek o günleri sensiz üzeydim. Senin aktaraydım her adım başı, hayalın olaydı gönül yoldaşım. Uçtum uzaklara min arzu sorar, bitirdim illeri men varak. Yerde xoşbəxtliyi ayaklayarak, göylerde aktardım saadetimi. Gerek o dağları sensiz gezeydim, gerek o günleri sensiz üzeydim. Gerek o günleri tenhalığımın gümüş saçlarına sensiz düzeydim. Gerek o dağları sensiz gezeydim, gerek o günleri sensiz üzeydim. Senin aktaraydım her adım başı, hayalın olaydı gönül yoldaşım. Gerek o dağları sensiz gezeydim, gerek o günleri sensiz üzeydim. Senin aktaraydım her adım başı, hayalın olaydı gönül yoldaşım. Gerek o dağları sensiz gezeydim, gerek o günleri sensiz üzeydim. Senin aktaraydım her adım başı, hayalın olaydı gönül yoldaşım. Hoş geldin Eldeniz kardeşten de. Şamız xeyir olsun. Salamlayıram tamaşaçılarımızı, televiziya tamaşaçılarımızı, değerli dostum səni, musiqiçilərimizi, Aleykümselam. Akşin qardaşımızı. İkiniz ne lirik okudu Zeyni? Lirika. Mən Camaat gelip yorgun argın sik könlünü asılsın. bilirəm. Mən dedim Arzu xanımı çağırasın, ona görə. Sen hardan bilsen ben kimi çağırırım ama De, orası bugün yerler- fonogram artık yekunlaştı. Ya. Canlı okuyacaksın. İki Hələ bunu kardeş. oxuduq şükür hələ. Ha, çünkü ben canlı ifalara imkan verirəm. Oxuya bilən adam fonograma nəyə gəlsin oxusun. Bəli. Səma gəlir dostlar. Bugün 5'te 5'te uzun saçlı Səma da qonaqdır. Qoy gəlsin.
Köle yolun nəsin miydi? Yollarını kəsin miydi? Uşaq kimi küsün müydü? Təki yarım getməyəsən. Köle yolun nəsin miydi? Yollarını kəsin miydi? Uşaq kimi küsün müydü? Təki yarım getməyəsən. Bulud olum yağınmıdır, şimşək olum çaxınmıdır, sələ dönüm axınmıdır, təki yarım getməyəsən. Bulud olum yağınmıdır, şimşək olum çaxınmıdır, sələ dönüm axınmıdır, təki yarım getməyəsən. Saralıram ləçək ləçək, sevilmədim sevdim tək, bax gözəl döndü ürək, təki yarım getməyəsən. Saralıram ləçək ləçək, sevilmədim sevdim tək, bax gözəl döndü ürək, təki yarım getməyəsən. Köle yolun nəsin miydi? Yollarını kəsin miydi? Uşaq kimi küsün müydü? Təki yarım getməyəsən. Köle yolun nəsin miydi? Yollarını kəsin miydi? Uşaq kimi küsün müydü? Təki yarım getməyəsən. Köle yolun nəsin miydi? Yollarını kəsin miydi? Uşaq kimi küsün müydü? Təki yarım getməyəsən. Köle yolun nəsin miydi? Yollarını kəsin miydi? Uşaq kimi küsün müydü? Təki yarım getməyəsən. Xoş gəlmisən. Səma, xoş gəlmisən. Bugün Xoş gördük Zaur aləmsən. müəllim, çox sağ olun. Bugün Minnətdarım. geyim də Salamlayırıq. super. Hər dəfə tənqid olunurdu, Çox amma sağ bu olun. dəfə Bəyəndiniz, çox sağ olun. gözəldir Zaur müəllim, valla. minnətdarım. Mahnın da gözəldir. Ağadaş müəllim repertuarı. 100%. Milyon faiz. Biz bilmirdik ya. Bilmirdi. Sən maşallah əməlli başlı professional bir musiqiçi. 22 ildir radioda can qoydum. Bugün Anarın proqramı var bizdə. Kino Mən proqramı. Orada şou eləyirlər. Ürək qoyurlar, pəncərə qoyurlar, ağac qoyurlar. Ona məsələn hansı mahnı? Pəncərədən daş gəlir, daş qoyurlar. Bunu belə tuturdular. Hamısını mən cavab verdim. Prodüser deyir ki, sən hardan bilirsən? Deyirəm, ha, neçə ildir can qoyuruq bu sənətə. Saç ağartmışıq. Deyir, bugün deyir, filan kəsə bilməm, hansı aktyoru çağırmışdıq. Deyirəm, aktyor nə bilir, aktyoru oyundur deyir. O hardan mahnıları bilir. Səma, xoş gəlmişsən, səfa Çox sağ ol, gətirmişsən. Zaur müəllim, minnətdarım. Saçın gözəl, bizim Azərbaycanlı xanımlara yox, türk qızlarına oxşayırsan. Türkən Şoray, hə? Göz, qaş ona oxşayır. Oxşuyur. Yaman bəhbəh dedin İlkin. Dedə indi de, belə bir kadr arxası deyirsən, belə də de, bəhbəh. Yox, niyə deyirəm, qorxmadan deyirəm. Doğrudan. Gözəllik, səhnə gözəllik sevir də. Səhnəyə gözəllik yaraşır. Və Bacı əlaqəsdə saçı mən Bir gözəllik verir. Doğrudan xüsusi bir gözəllik. Halal olsun ki, o saçı saxlayır. saxlaya bilir, asan deyil. Bütün vitaminlərini, bütün hamısını aparıb. Bacınla gəlirdin, bacın gəlmir də. Hə, bu gün O gəlmir. sənə yaman dəstək olurdu. Bəli, bəli. İndi evdən oturub baxır. Nə oldu? Yəni, aran dəyif deyəsən, hə? Yo, yo, yaxşı dərşir. Və niyə deyəsən, dedim evdən oturub baxır? Evdə deyil. Hə, ona O biri görə. bacısına Evdədir. gəlir. Hansı? Allah ömür versin bütün valideynlərə. Başqa bacı yenə var? Ah, Allah ömür versin. Neçə bacıdılar? Dəvət edək, Allah. Dəvət edək digər qonağımızı da xoş gəlib səfa gətirib. Arzu Qarabağlı gəlir dostlar. Gəl Arzu xanım, xoş gəlmisiniz.
eşkim Qanada açıb ulduzlara Çatan eşkim, çatan eşkim Ürəyimi alovlara Atan eşkim, atan eşkim Qoşa düşdü yeyni dərdə Gəldi vədə, getdi vədə Qoşa düşdü yeyni dərdə Gəldi vədə, getdi vədə Çınar olub bir küçədə Bitən eşkim, bitən eşkim Ay bir yarın ürəyində Bitən eşkim, bitən eşkim Ətiri saçdım tər gül kimi Bir evim var könül kimi Bahar çalıb bülbül kimi Ötən eşkim, ötən eşkim Ətiri saçdım tər gül kimi Bir evim var könül kimi Bahar çalıb bülbül kimi Ötən eşkim, ötən eşkim Ötən eşkim, ötən eşkim Eşkim ruhun çiçeğinde Ruhum gülün leçeğinde Ay bir yarın yüreğinde Biten eşkim, biten eşkim Eşkim ruhun çiçeğinde Ruhum gülün leçeğinde Ay bir yarın yüreğinde Biten eşkim, biten eşkim Qoşa düşdü yeyni dərdə Gəldi vədə, getdi vədə Qoşa düşdü yeyni dərdə Gəldi vədə, getdi vədə Çınar olub bir küçədə Bitən eşkim, bitən eşkim Ay bir yarın ürəyində Bitən eşkim, bitən eşkim Ətiri saçdım tər gül kimi Bir evim var könül kimi Bahar çalıb bülbül kimi Ötən eşkim, ötən eşkim Ətiri saçdım tər gül kimi Bir evim var könül kimi Bahar çalıb bülbül kimi Ötən eşkim, ötən eşkim Ötən eşkim, ötən eşkim Qoşa düşdü yeyni dərdə Gəldi vədə, getdi vədə Qoşa düşdü yeyni dərdə Gəldi vədə, getdi vədə Çınar olub bir küçədə Bitən eşkim, bitən eşkim Ay bir yarın ürəyində Bitən eşkim, bitən eşkim Ətiri saçdım tər gül kimi Bir evim var könül kimi Bahar çalıb bülbül kimi Ötən eşkim, ötən eşkim Ətiri saçdım tər gül kimi Bir evim var könül kimi Bahar çalıb bülbül kimi Ötən eşkim, ötən eşkim Ötən eşkim, ötən eşkim Arzu xanım, xoş gəlmişsiniz, səfa gətirmişsiniz. Bu ağız çiçəyimlə bu çiçək də sizin üçün. Nə olub? Çox sağ ol, təşəkkür edirəm. Sağ ol. Elə baxdın ki, elə bir ki, İndik zamanda kim kiməsə gül verir? Kimsə vermir, təkcə sən verirsən. 5-də 5-ə gələndə. Çox sağ Xoş ol. gəlmişsiniz. Bugün yaman belə sürətlə gəlmişsiniz. Bilirsən niyə surətlə Hə. gəlmişəm? Mən təhammülüm qalmamışdı. Mən istəyirdim ki, doğrudan belə özümü yuvarlayayım yəni. Cəmaat rəhmətlin qız çalışır ki, axırda Çünki mənim oxuma həvəsim sən çağırana qədər oxuma həvəsim mənim. güya canlı oxuyurdunuz, fonoqram oxudunuz. Sən tez çalışsaydın canlı oxuyardın. İndi canlı birazdan başlayacaq. Birazdan. Birazdan sonra hazırlaşın. Hə, mən həmişə hazıram. İndi hazır olun, iki qardaş oxuyacaq. Sən narahat olma, onun da vaxtı var. Dur görüm. Bunların heç həvəsi yoxdur canlı oxumağa. Gəlsin, otursunlar, fonoqrama verilsin. 50 il bundan qabaq oxuduqları mahnıları oxusunlar. İki qardaş oxuyacaqsınız, sonra siz tək canlı istəsəz mikrofon digərində verin, xahiş edirik.
Gəlin, buyurun. Keçin dostlar ora. Üzü dönsün bu dünyadan. Ürək deyər ayrılığın, üzü dönsün bu dünyadan. Ürək deyər ayrılığın, üzü dönsün bu dünyadan. Ürək deyər ayrılığın, üzü dönsün bu dünyadan. Yavaş yavaş gece geçer, gece geçer ya. Hiç bilmirəm necə geçer, necə geçer ya. Səni durub düşündükcə, düşündükcə başım çəkər xatirələr, xatirələr Şirin günler, şirin çağlar, bir gelip düşer yada. Ürək deyər ayrılığın, üzü dönsün bu dünyada. Ey diğer ayrılığın, yüzü dönsün bu dünyada. Ürək deyər ayrılığın, üzü dönsün bu dünyada. Vallahi ey oygar beni bircə dəfə yad eyləsin. Nola ol yar məni bircə dəfə yad eyləsin. Küstürüb könlümüzü də xiyalətlə şad eyləsin. Aman aman. Eyləsin gül yanağından mənə bir busəyə tay. Eyləsin gül yanağından mənə bir busəyə tay. Varlının borcudur yoxsullara imdad eyləsin.
güzel şey. Nazına çatanda fırçadan ölçek. Nazına çatanda fırçadan ölçek. Koyanın nazını ben özüm çekim. Çekanın karadan kara telini. Çekanın karadan kara telini. Çekrəsəm çəkanın incə belini. Nazına çatanda saxla əlini. Nazına çatanda saxla əlini. Can alan nazının, can alan nazının. Ay özüm çəkim, can alan nazını. Ay özüm çəkim. Daima zülfümde esirem o dilberim. Daima zülfümde esirem o dilberim. Yar benim canıma yansın ya da azad eylesin. Mayla sen gibi çoklar heves eyler gazele. Çokları heves eyler gazele. Herkesin kârı değil gazeli icat eylesin. Aman 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 yar aman 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 ne olur ne. Bizim evde bir adettir ezelden. Hürmet olar sənətkara əzizim. Bizim evde bu adettir ezelden. Hürmet var senetkara sevgilim. Mən doymaram onun kimi gözəldən. Qaşlar qara, gözlər qara, başlar qara sevgilim. Ben doymaram senin gibi güzelden. Kaşlar kara, gözler kara, gözler kara sevgilim. Kulaş kulaş tellerin aldı, İnci qaramaz boynuma dolandı. Biz gideriz koca dünya kalandı. Rahim kurban senetkara sevgilim. Biz gideriz koca dünya kalandı. Rahim kurban sana yara, nazlı yara sevgilim. Ay dağlar səndə gözüm var, ay dağda məndə gözüm Ay dağlar səndə gözüm var, ay dağda məndə gözüm var.
yoxamsan yanında, yaxşında, yamanında. Əgər yoxamsan yanında, yaxşında, yamanında, ən gərgin zamanında kədərini bölmürəmsən, sevmə məni. Nə tapmışsan axı məndə, özünü salmışsan dərdə. Nə tapmışsan axı məndə, özünü salmışsan dərdə. Ürəyin hər istəyəndə kədərini bölmürəmsən, n'olar sevmə məni. Yoluma götürsən belə, kədərini bölsən belə, gözümdən yaş töksən belə, sənin üçün ölmürəmsə, sevmə məni. Yara məni, necədir yara məni. Yara məni, necədir yara məni, həsrətirəm, dözəmirəm, göndərin yara məni. Ay canım, senle istəyirdim, nələr itirdim. Qorxma kül olmaqdan, yanıma həbərim. Senle istəyirdim, nələr itirdim. Qorxma kül olmaqdan, yanıma həbərim. Görmədim başıma nələr gətirdim. Görmədim başıma nələr gətirdim. Sıxma ürəyimi, ürəyi cəhənnəm. Axı sən oradasan, sən sıxılarsan. Ay ki məhəbbətim, sol məhəbbətim. Gəl ki məhəbbətim, sol məhəbbətim. Ay ki məhəbbətim, sol məhəbbətim. Gəl ki məhəbbətim, sol məhəbbətim.
Sağ ol Arzu xanım. Ama yaman zildən oxudunuz ha. Niyə? O gözlərə, o gözlərə baxmaram. İndən belə o gözlərə baxmaram. İndən belə o gözlərə baxmaram. Bu gözlərə, o gözlərə baxmaram. İndən belə o gözlərə baxmaram. İndən belə o gözlərə baxmaram.
məhəbbət yana düşər Həzin həzin amara Əzizim tərsə məni Əzizim tərsə məni Yar salı yar tərsə məni Ol qədər Ol qədər gövrələyib Tanımaz görsə məni Əzizim vətən dərdi Əzizim ey vətən dərdi Ölən dərdi itən dərdi Yurdumuza bağban oldu Yurdumuza bağban olduk Gülünü düşmən dərdi Əzizim boşa dağlar Veribdir baş-başa dağlar Yol verin Gedin vətənə sarı Dönməyin Daşa dağlar Daşa dağlar Bir zaman koynunda bir peri gördüm Adamlar koca dağlar Bəxtindən tanımayan ülker gördüm Adamlar koca dağlar Bir zaman koynunda bir peri gördüm Adamlar koca dağlar Bəxtindən parlayan ülker gördüm Adamlar koca dağlar Əzizim tərsə məni Yar sanıb tərsə məni O qədər cövrələyir Tanımaz görsə məni Adamlar qoca dağlar 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 Super, bravo. Eşq olsun sizə. Və sponsorlardan məlumata keçid edək. Təşəkkürümüzü bildirək bir sponsorlarımıza. Baş sponsorumuz Metak şirkətidir. Metak plastik boru birləşmələrinin digər boru birləşmələrindən ən böyük üstünlükləri bunlardır. 1. Metak birləşmələri 100% latundan istehsal olunduğu halda, digər boru birləşmələri isə dəmirdən istehsal olunur. Bu da vaxt keçdikdə dəmirin paslanmasına gətirib çıxarır. Metak məhsullarında isə bu hissə, yəni latundan olduğu üçün heç vaxt paslamır. 2. Metak birləşmələrində latun hissəsi xüsusi avadanlıqla, ümumiyyətlə plastikə birləşir və bunun usta montaj etdiyi zaman burada yəni fırlanma olmur. Ümumiyyətlə, bəyan edim ki, Metakın borularına söz ola bilməz. Üstündən yük maşında keçsə nə çartlamır, nə partlamır, keyfiyyətini itirmir. Metak reklam deyil, sözün düzünü söylüyor. Təşəkkürümüzü bildirək sıradakı sponsorumuza Baku Medical Plaza sonsuzluğu mərkəzinə.
Hörmətli tamaşaçılar, hal-hazırda Baku Medikal Plaza Sonsluq mərkəzinə təşrif buyurmuşam. Embriyoloji laboratuvarımız bugün 300'den fazlaya aylık rahatlıkla hizmet verebilecek durumda olan ekipmanlarla donatılmış bir embriyoloji laboratuvarı. Suni mayalanma demek, kişinin kendi öz hücresiyle kadının kendi öz hücresinin bir araya getirilmesiyle ortaya çıkan bebeğin durumudur. Aksi takdirde bunun dışında bir şey söz konusu değildir. Təşəkkürümüzü bildirək sıradakı sponsorumuza Rizalliyə. Məşhur ayaqqabı brendi Rizalli mağazalar şəbəkəsi Bakı şəhəri Binə Ticarət Mərkəzində və Gəncə şəhəri Heydər Əliyev prospektində Türk brendinin bir çox modellərinin satışını həyata keçirir. Rizalli mağazalarında yüksək keyfiyyətli, təbii dəridən istehsal olmuş müxtəlif zövqə malik xanımlar və bəylər üçün gündəlik klassik və ziyafət ayaqqabılarının geniş çeşidi təqdim olunur. Artıq yeni möhtəşəm payız-qış ayaqqabı kolleksiyası xüsusi endirimlərlə müştərilərə təqdim olunur. Təşəkkürümüzü bildirək sıradakı sponsorumuza Evrolüxə. Şaxta Baba sizi Evrolüx mağazalarında qarşılayacaq. Yeni il münasibəti ilə yanvar ayının 10-na dək Evrolüxdən məişət texnikası və rəqəmsal elektronika alan hər bir müştəri dəyərli hədiyyələr qazanacaq. Soyuducu, paltar yuyan, qab yuyan, televizor alan hər bir kəs möhtəşəm yeni il endiriminə əlavə olaraq yolkamızdan özlərinə hədiyyə seçəcəklər. Minimum 100 manat alış-veriş edən hər müştəri kiçik məişət əşyasını qazanacaq. Bütün məhsulları 18 ayadək faizsiz kredit şərtləri ilə ala bilərsiniz. Təşəkkürümüzü sıradakı sponsorumuza bildirək Best Beef ət məhsullarına. Beef ət məhsulları satış mərkəzi 2002-ci ildən etibarən fəaliyyət göstərir. Məhsənin yaradılmasında məqsəd ölkənin qida zəncirində yaxından iştirak etməklə istehlakçıların keyfiyyətli və təhlükəsiz ət və ət məhsulları ilə təmin etməkdir. Müəssisə ənənəvi və müəssisənin texnoloqları tərəfindən hazırlanmış standartlara uyğun resepturaları əsasında ət məhsullarının ümumiyyətlə əmtə nişanı ilə əla növ, bişirilmiş, hisə verilmiş, yarım hisə verilmiş, yüksək keyfiyyətli kalbasa və müxtəlif növ delikates ət məmulatları, sosiska və sardelkaları istehsal edir. Təşəkkürlər sıradakı sponsorumuza Berga English Breakfast, Berga Jasmin, yaşıl çay, bütün bunların hamısı təbii ki bergamot ətirli Berga çayında. Bergamot ətirli Berga çayı gözəl dadı və zərif ətri ilə sizlərə gümrahlıq bəxş edir. Yorğunluğu azaldır, stresi aradan qaldırır. Berga çayını içərkən siz gözəl daddan həzz almaqla bərabər həm də xoş əhval-ruhiyyəyə sahib olacaqsınız. Berga English Breakfast gözəl dada malik, bütün gününün gözəl keçməsinə kömək edən əsrarəngiz bir çaydır. Berga jasminli yaşıl çay, yasəmən çiçəklərinin gənc qönçələri, zərif yaşıl çay yarpaqları ilə birləşərək gün ərzində sizə rahatlıq bəxş edəcək. Təşəkkürlər sıradakı sponsorumuza Karaca paylaşacağımız çox şey var. Əziz xanımlar, yeni il süfrənizin gözəl görünməyini istəyirsinizsə, Karaca mağazalarına gəlin. Siz həmçinin Karaca mağazalarında keçirilən lotereya oyunlarında iştirak edin. Evləriniz üçün ən gözəl hədiyyələri bizdən qazanın. Karaca, paylaşacağımız çox şey var. Təşəkkürlərimiz Elit Ticarət Mərkəzinə. Sponsorlarımızın sırasında bu mərkəz də var. Binə Ticarət Mərkəzi hazırda Yaxın Qafqazın ən böyük alış-veriş məkanlarından biridir. Elit sırası isə özündə Avropa, Rusiya, Türkiyə brendlərini toptan və pərakəndə satışı ilə məşğul olan 100-dən çox mağazasını birləşdirir. Burada qadın, kişi, uşaq geyimləri, idman geyimləri, aksesuarlar, ətirlər və s. əldə etmək olar. Binə Ticarət Mərkəzinə gələn marşrutlar sistemi gücləndirilib. Metronun 20 yanvar, 28 may, Neftçilər və s. stansiyalarından birbaşa avtobuslar işləməyə davam edir. 19 ildir ki, əhalimizə xidmət göstərən Saloğlu şirkəti sponsorlarımızın sırasında. Saloğlu Mebeldə 2020-ci ilin gəlişinə özəl bir kampaniya başlamışdı. 1 manata mebel kampaniyası bütün Saloğlu mağazalarında keçərlidir. Bəli,
Yanlış eşitmədiniz. Mebel Saloğlu'da 1 manatdır. Kampaniya ərzində 2000 manatı keçən bütün alışlarda seçilmiş digər bir mebel 1 manata sizlərə təklif olunur. 1 manata satışa qoyulan bu mebellərin içərisində dolablar, çarpaylar, masalar, komodlar, tumbalar, kreslolar, bir sözlə hər şey var. Ona görə də vaxt itirməyə dəyməz. Tələsmək lazımdır. Çünki stok məhduddur. Saloğlu Mebel 19 ildir ki, əhalimizin xidmətindədir. Əlaqə üçün qaynar xətt Ulduz 1441. Təşəkkürümüzü Vitex'ə bildirək. Rusiya istehsalı olan Belita Vitex kosmetika vasitələridir. Sizə Vitex keratin şampunlarını təqdim edirik. Hər saç növünə uyğun olan şampun və maskalar keratin seriyasında mövcuddur. Vitex keratin seriyalı şampunlar tərkibindəki keratin sayəsində saçlarınızı hamarlaşdıracaq, yumşaldacaq. Müalicəvi otlar sayəsində saçlarınızı kökündən ucuna qədər bərpa edir və saçın uzanmasına səbəb olur. Vitex parfum duş gellərini də mütləq sınayın. Vitexin zərif duş gelləri dərini təmizləyir. Möhtəşəm aromat isə enerji və cavanlıq təravətini verir. Təşəkkürümüzü bildirək Artex plasterlarına. Oynaqlarda osteoxondroz, artrit, radikulit kimi problemləri həyat tərzimizin kəskin şəkildə pozur. Yeni texnologiyalarla hazırlanmış Artex plasteri bu problemlərdə çox effektiv təsirə malikdir. Digər plasterlardan çox fərqlənir. Artex plasteri özündə 3 növü, infraqırmızı, elektromaqnit və isidici növlərini cəmləyir. Bütün apteklərdən alın. Təşəkkürlər bütün sponsorlarımıza və xüsusi təşəkkürüm var. Bir Xarı Bülbül butik açıldı və fenomen təsisçi ideya müəllifi təbii ki, bu Nuridə xanıma məxsusdur. Şəhərin tam mərkəzində, Xəqani 17-də Xarı Bülbül şokolad butiki. Gəlmişəm burada olanlarla sizi tanış etməyə. Ailənizlə, dostlarınızla istirahət edəcəyiniz gözəl bir məkanda yolunuzu gözləyirik. Hər bir yerdən bizə tamaşa edirlər Ənvər müəllim, Laçın müəllim, bir də Tariyel müəllim baxır bizə və sonda biz sağollaşırıq sizlərlə. Baxdınız, ləzzət etdi. Sabaha qədər. Delonda salamat qalın. Yenə də 5-də 5-ə baxa bilmədim. Heç də təəssüflənməyin. Xəzər Media YouTube kanalına abunə olun, bizi oradan izləyin.